Yoldaşlar, yol verə xahiş edirəm. Yol verin şəhid analarına. Deyir elə ki, balalar gəlir dünyaya. O gündən hey ölçüb biçir analar. Axı mahnı da oxuyur, şeir də yazır. Bəstəkar analar, şair analar. Dözür hər əzaba o bilə-bilə. Dözür hər əzaba o bilə-bilə. Bəzən olur ki, gözündən yaş gəlir gilə-gilə. Vaxt olub ağını qaldırıb belə şərbət əvəzinə içir analar. Unudub illərin yorğunluğunu, həyatda dişliyini, evdə yuxunu, sevincin azını, qəmin çoxunu, yükün ən ağrını seçir analar. Vallahi Hüseyin, özüm də bilmirəm niyə. Başımın tüstüsü çəkilir göyə. Deyirəm, ay sizə qurban olum, ay başınıza dönüm, torpağım anasız qalmasın deyə torpağın qoynuna götür analar. Sizə qurban olum, qədəminizə qurban olum. Sizin oğlanlarınızın sücayəti nəticəsində, qeyrəti nəticəsində 30 illik bir həsrətə son qoyub. Ay analar, biz Qarabağ müjdəsi ilə gəlmişik. Gör neçə min şəhid qardaşım olub, cəm eyləyib cümləsindən gəlmişik. Ay analar, sizə qurban olun, biz Qarabağ müjdəsi ilə gəlmişik. Düşmənlərin başına od əliyən, Qarabağa öz qanını çiliyən, insanları göz yaşına bəliyən, bax sizin oğlanların nəğməsindən gəlmişik. Ay analar, sizə qurban olun. Sizin oğlanlarınızın qeyrəti nəticəsində biz Qarabağ müjdəsi ilə gəlmişik. Şəhidlərin, qazilərin qeyrəti, Poladımın, Aminimin, bax sizin oğlanlarınızın qeyrətinin nəticəsində biz Qarabağ müjdəsi ilə gəlmişik. Kamil oğlu Çarə Səbir dözümdür. Borçalı bir, Zəngəzur bir gözümdür. Bizim olacaq Təbriz, Göyçə bizimdir. Bax gördüyünüz bəyər oğlarlar deyir ki, biz Qarabağ müjdəsi ilə gəlmişik. Bir alqışlar gəlsin şəhid ailələrin şərəfinə. Sizə qurban olun, başınıza dönün. Gecələr layla deyən nəfəsinizə qurban olun. Süpürgə eləyib balaları böyüdən saçınıza qurban olun. Xoş gəlmisiniz. Haqqınızı bizə halal eləyin. Biz zaten sizin oğullarınızın adı çəkilməyən məclislərdə olmuruq. Hər zaman biz sizin oğullarınızın adıyla məclisimizi qeyd eləyirik. Çünki biz bir ömür boyu sizə borçluyuq. Balalarınız bizim qeyrətimiz, devlətimiz, millətimiz, bayrağımız və şərəfimiz üçün canlarını fəda verib. Xoş gəlmisiniz. Bax, ürəklə deyirəm, hamınızın qadanınızı alın mən. Allah sizi var eləsin. Buyurun. Xahiş edirəm, mikrofon sizə təqdim olunanda o igid balanızın adını təqdim edin. Buyurun. Mən də hər kəsi salamlayıram. Xoş gördük. Allah xeyir versin. Allah şəhidlərimizə rəhmət eləsin.
Allah qazilərimizə can sağlığı versin. Xalqımızı, millətimizi qorusun. Allah hər kəsə kömək olsun. Bugün ən gözəl gündür. Həqiqətən də şəhidimizin adını daşıyan körpəmizin bu günləri kiçik toy məclisinə yığışmışıq. Allah xeyir versin, Allah mübarək eləsin. Allah dayısının ruhu şad eləsin. Hər iki tərəfə göz aydınlığı verirəm, gözləri aydın olsun. Babasının, nənəsinin, hər iki tərəfin. Allah atasına, anasına doyunca versin Fəridi. Gözəl şəhidimizin adını daşıyır. Əlbəttə, şəhidlərimiz canım verdi bu torpaqlarda. Balalarımız, toylu balalarımız, toysuz balalarımız, nişanlı balalarımız, xınalı, xınasız balalarımız. Amma bugünkü günə şükür ki, onların adını daşıyan körpələrimiz var. Çox şükür. Allah xeyir versin, mübarək olsun. Çox sevindim, Nailə bacım. Sağ qurban olum. Mənim dəyərli bacımsan sən. Gənə də mübarək olsun, çox sağ olun. Mən də Şəhid Bayramov Xəzərin anasıyam. Bu körpəni təbrik edirəm. O gün olsun, onun böyük toy olsun. Nailə bacım, Dilafət qardaşın göz aydın olsun. Onlar bizim üçün çox əziz, dəyərlidir. O bizim balaca şəhid balamızın adını daşıyan körpə Fəridimiz. O gün olsun, böyük toy olsun. Fəridin də ruhu şad olsun ki, onun ocaqlığında belə xeyir işləyir, toydu. Bütün körpə balalara belə toy qismət olsun. Mən də şəhid Nurlanın anası Zülfiyə anayam. Mən də şəhid Şükürov Vüsalın anasıyam. Bugün Fərid balamın kiçik toy məclisinə yığışmışıq. Allah onun gün o gün olsun, böyük toyuna gələk. Nənəsinə, babasına, hər iki tərəfə göz aydınlığı verirəm. Allah doyuncaq versin. Cəmi şəhidlərimizə də Allah rəhmət eləsin.